Azərbaycan daha bir milli qəhrəmanını itirib. Azərbaycan Respublikasının milli qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məlumata görə Şahin Tağıyev son illəri İsveçin Malmö şəhərində yaşayırdı. Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi. Yaxınlarının verdiyi məlumata görə onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək. Bunun üçün Azərbaycanın İsveçdəki səfirliyinə rəsmi müraciət olunub və müvafiq prosedurlar artıq başlanılıb. İsveç qanunvericiliyin tələblərinə uyğun olaraq bu proses təxminən 10 gün ərzində tamamlanacaq. Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq 1-ci Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə qatılıb. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan Qurtuluş batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Tərtər, Seysulan, Yarımca, Göyağ döyüşlərində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir. Şahin Tağıyev həyatda olan 16 milli qəhrəmandan biri idi.